Quran-ı Kərimdə İblisin insana yaxınlaşmasından danışır. İblis deyir ki, mən insana 4 tərəfindən yaxınlaşaram. Onlardan biri sağdan. Deyir ki, onlara mən sağdan yaxınlaşaram. İmam Baqirin izahı var. Deyir ki, sağ müqəddəs tərəfdir. İblisin sağdan yaxınlaşması insanlara müqəddəs simada yaxınlaşması deməkdir. Yəni, sağdan yaxınlaşanda o mömin simasında gəlir, ruhani simasında gəlir, artıq özünü müqəddəs göstərir. Yəni, sənə bir müqəddəslik maskası taxaraq gəlir ki, sən onun əsl simasını tanımayasan. Deməli, bu tərəf də çox maraqlıdır. Məsələn, insan niyə müqəddəs olmaq istəyir? Elə olmadığı halda. İblisə verilən adlardan biri Taifdir. Taif təvaf eləyən nə deyirlər? Təvaf harda olar? Kəbə evinin ətrafında. Təvaf edən nə giyinir? Ehram paltarı. Yəni, ehram paltarı giyinərək gəlir sənin üzərivə ki, o Kəbə evinin içinə girsin. Kəbə də sənin qəlbindir. Qəlbi ovlamaq istəyir. Əslində, həqiqi sakini oradan çıxardıb özü ora daxil olmaq istəyir. Bu qədər amansızdır, amma mələk simasında gəlir.